Salam səhifəmin dəyərli izləyiciləri, bu günlərim Samsung markalı paltaryonda DC3 xətasının necə aradan qaldırılmasını göstərəcəm. Bu iki qapılı Samsunglar ikinci qapısı lazımsız bir şey olmağı ilə yanaşı əlavə problem də yaratmağı var. Cəmsi bir-iki neçə dəfə bu qapını açıb açmayıb, indi əlavə xərcə düşür. Gördüyünüz qapının zamoku, ikinci qapının zamoku xarab olub. İndi onu düzəldib yerinə quraşdırıb təhvil verəcəyik müştəriyə. Balaca bir şey olmağına baxmayın, çox sökülməsi, yığılması bir xeyli vaxt aparan bir şeydir. Odur ki, alarkən iki qapılı modelləri almayın. Mənasız xərcdir. Onsuz da heç kim oradan ikinci qapıdan istifadə eləmir. Bir belə əlavə xərc həm söküntüsü, yığıntısı xeyli vaxt aparır. Təmir üçün səhifəmizdə nömrə var. Buyurub əlaqə saxlaya bilərsiniz. Dəyişilən hissə isə budur. Xarab olan budur. Buna görə paltaryon dayanmışdır. İndi quraşdırdıq, yığdıq, artıq işləyib, təhvil verdik. Xeyirli olsun. Yok, bizde su problemi değil.